Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayrun nasirin ve mu'in ve la'netullah ala a'daihim ecma'in. Minel an ila qiyam yevmiddin. Amin ya Rabbel alemin. Rabbi şrahli sadri ve yessirli emri ve hlul ugdeten min lisani yefkahu qavli. Qolmuş şeytanın şerrinden Allah'a sığınıram. Rahman, Rahim olan Allah'ın adıyla. Allah'ın salam ve salavatı olsun Peyğəmbər və onun pak şəhli beytinə. Salam əziz tələbələr və bizi izləyən dəyərli həmvətənlərimiz, hər birinizi xoş gördük. Quran elmləri dərsinin 2-ci saatında. Biz bundan öncə oxuduq, deməli, bu təhrifə qail olan şəxslərin etiqadı, kitabları barəsində. Yine dersimizin davamıdır, mövzumuz təhrifdir. Eşitmisiniz, Tövrat və İncil. Bu arada bir dərslik var. İnşallah gələcəyə mən o açıq keçən fikrim var. Çox qəşəng bir dərsdir. Yəni bizim o barədə də bizim salımız olmalıdır. Həmişə tərəfi, birinci özümüzü, öz əqidəmizi bilməliyik, düz danışaq və o da tanımalıyıq, onun əqidəsini bilməliyik ki, ona rahat danışaq çəkinmədən. Məsələn, bu odur əhdeyn, iki dənə əhd, əhd ətiq, əhd cədid. Yəni bu Zəbur və İncil və Tövratın barəsində təhqiqat. İnşallah gələcəyə çox qəşəng dərs, qəşəng dərs həqiqətən də keçərik Allahın köməkliyi ilə. Əhdeyndəki təhrifdən məqsəd. Əhdeyn iki əhd, yəni Tövrat və İncil. Tövrat və İncil təhrif olubsa nə mənada? Bizdən Quran-Kərim təhrif olub nə mənada? Deyir, tərif mənəvi. Məna cəhətdən ora-bura yozulur. Başqa hamısı yerindədir. Bir də o tərtib nüzulundan fərqlidən başqa. Başqa azama çoxalma o olmayıb. Deyir ya Zəbur, İncillə, Tövrat təhrif olub. Bundan məqsəd nədir? Mühəddis Nuri deyir ki, əhdeyn təhrif olub. Fisalul Xitab səhifə 35-də qeyd edilir bunu. Quran, bu 10 cümləsi, indi öz cümləmiz. Quran əhdeyndə olan təhrifi istilahi deyil. İstilah nədir? Terminoloji baxımından onda deyir təhrif var. Lüğət baxımından yox. Ya azalıb çoxalması, yox, mənəvi təhrif. Yəni o Zəbur, İncillə, Tövratda nəsə kəlmə azalsın, çoxalsın, o cəhətdən yox. Məna cəhətdən təhrif olunub. Amma bu, nədir bu? Lüğət baxımından da təhrif yox. Yəni bu kəlmə götürülsün, başqa yerə onu qoyulsun, o cəhətdən təhrif yox. Mənəvi cəhətdən təhrif var. İmam Baqir Əslan buyurur ki, Usul Kafi cild 5-də, səhifə 18-də, 53-də. Hərf və kəlmələri saxladılar. Bu saxlanır öz yerində. Amma onun hədd və mənasını dəyişdilər. Onu rəvat edirdilər. Amma ona riayət etmirdilər. Deyirlər, bəli, İncildə var, şərab içmək olmaz. Bunu danmırdılar. Amma onu başqa yerə yozurdular. Ki, filan şeylərə görə, burada yazılmasa da, filan şeylərdə olduğu üçün filan şey yerlərdə şərab olar. Orada açıq-aşıq var olmaz. Bizdə Məsih Xristiyanda şərab halaldır. Orada məsələn, mən misal verdim, donuz olsun, boşanma olsun. Orada var dil olmaz. Ayə var ki olmaz. Amması olmadığı üçün elə yozurlar ki, ruhunla cimirdir. Şeyx Tusi mərhum Nisa 46, belki maddə 13 ayəsi var. Yuhərrifunəl kəlimə an məvədaih. Kəlməni dəyişirlər öz yerindən. Bu ayənin mənasını deyir ki, sözlərin yerini öz əsl yerindən
dəyişirlər ayəni öz münasib təvil və təfsirindən dəyişirlər. Ayə qalır burada, onun izahını başqa yazırdılar. Kəlmə qalır, başqa yazırdılar.